Hörmətli izləyicilər, Hacıkənd qəsəbəsindən kanalımıza daxil olan yeni bir məlumatda bildirilir ki, qəsəbə rəhbərliyinin göstərişi əsasında əhaliyə məxsus obyektlər yerlə yeksan edilir. Şikayətçi qeyd edir ki, Hacıkənd rəhbərliyi kənd cəmaatına divan tutur. Yəni, burada şəhid ailəsi var, veteran ailəsi var, qazilər var və az təminatlı ailələrin özləri üçün çörək pulu qazanmaq məqsədi ilə inşa etdiyi obyektlər tikilir, darmadağın edilir. Və təbii ki, sənəd məsələsində əlbəttə ki, bizim məlumatımız yoxdur bu məsələ ilə bağlı ki, burada tikilən obyektlər nə dərəcədə qanuna uyğun şəkildə tikilib, nə dərəcədə reistir və sair əlaqədar qurumların razılığı əsasında inşa olunub. Hər halda görünən odur ki, əhalinin ayrı-ayrı banklardan küllü miqdarda kredit götürərək obyekt inşa ediblər və bugün həmən ərazidə yerləşən obyektlər sözün əsl mənasında sökülərək onlar aradan götürülür, yəni tikililər aradan yox edilir. Buna görə də şikayətçilər əlaqədar qurumlara müraciət edirlər kanalımız vasitəsilə, dövlət qurumlarından və sair bu işə cavabdeh olan qurumlardan kömək istəyirlər və deyirlər ki, bizim başqa əlacımız yoxdur. Biz yalnız bu obyektlər vasitəsilə 5-10 manat evimizə çörək pulu qazana bilirik, onları dağıtmağı, saxlamağını istəyirlər. Biz də kanalımız adından məsələnin sülh yolu ilə qaydasına qoyulmağını xahiş edirik. Yayımı bəyəni paylaşmağımızı da xahiş edirik sizdən. Bu məsələ ilə bağlı qarşı tərəfin, yəni bütün maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq. Buyurun, münasibətinizi bildirin. Hələ ki, bu qədər məsələ diqqətimizdədir. Sağ olun, sağlıqla qalın.